Deyirlər, Porsche'nin keçmiş dizayneri yaradıb bu eksteriyeri. İnternetdə axtarsam da adını tapa bilmədim, amma mənə elə gəlir ki, bizim bir mahnını yaxşı bilirmiş. Yenə sürmə çəkibsən, evlər yıxan gözünə. Mənə elə gəlir ki, Çin avtomobilləri tezliklə bütün qalanlarının evini yıxacaq. Bugünkü qonağım Wuling Starlight S modelidir, yəni parlaq ulduz. Oxşuyur. Emblemdən başlayaq. Bax, bu W hərfi 5 rom şəkilli ulduzdan ibarətdir. Hərəsi bir dəyəri simvolizə edir. İnovativlik, texnologiya, iqtisadiyyat, davamlılıq və güvən. Əslində qaşlar, kipriklər bax bu blokdadır. Bunlar gündüz işıqlarıdır. Əsl işıqlar bu blokdadır. Radiator barmaqlığı demək olar ki, yoxdur. Heç lazım da deyil, buna ehtiyac da yoxdur. Bax bu aşağıda bamperin içində gördüyünüz hava hasarı yetərlidir ki, hava soyutsun mühərriki. Çünki mühərrikə burada demək olar ki, yük düşmür. General Motors'ın 1.5 litr həcmli atmosfer benzin mühərriki və 2 elektrik mühərrikindən ibarətdir bu hibrid güc aqreqatı. Toplam 215 at gücü var. O ki, qaldı benzin sərfiyyatına 100 kilometrə 2.8 və ya 4 litr ola bilər. Bir dostum alıb bu maşından, soruşuram, nə vaxt benzin tökmüsən? And içir ki, yadımda deyil. Bəli, doğrudan da belədir. 53 litrlik benzin çəni və batareya tam dolu olarsa, bu SUV bir nəfəsə 1100 kilometr məsafə qət edir. Öz sinifində ən yüksək göstəricidir. Batareyanı 30%-dən 80%-ə qədər 30 dəqiqəyə doldurmaq mümkündür. İstehsalçı bəyan edir ki, bu batareya hətta 2000 dəfə doldurub boşaldıqdan sonra da tutumunun 1%-ni də itirmir. Hələ yoxlamamışıq. İnanaq, uzun illər qabaq mən bir eksperiment göstərmişdim digər bir avtomobillə. Yaxınlaşmışdım bagaj hissəsinə 2 qarpızla və bagaj özü açılmışdı. Yeri gəlmişkən TikTokda 1 milyon baxıcısı var idi. Həmən maşında ayaqla işarə vermək lazımdır ki, açılsın. Burada isə buna ehtiyac olmamalıdır. Gəlin yoxlayaq. Avtomatik bagajın açılmasından başqa avtomobil ağıllı açar sistemi ilə də təchiz olunub. Yeri gəlmişkən mobil telefondan da onun həm qapılarını açmaq olar, hətta məsafədən mühərriki də işə salmaq olar. Salonun rahatlığına fikir verək dərhal. Materiallara baxıram, yumşaqdır. Yumşaqdır, özünüz görə bilərsiniz. Amma aşağı tərəfdə əlbəttə ki, tak-tak olmalıdır. Bunsuz olmaz. Qapıda da gördüyünüz kimi plastik dəriyə bənzər bir materialdır. Yeri gəlmişkən burada mebelə bənzər, bax belə detallar da var. Məncə şit deyil hər halda. Əlbəttə ki, 2 telefon üçün burada naqilsiz şarj yeri, stəkan altılar, qoltuq altı, sükana baxıram, altdan kəsik, idman sayağı və cəmi burada multi funksiyalar üçün dircəklər var belə. Yeri gəlmişkən burada da var ondan. Bir qədər məzəli gəlir bunlar. Sanki qızılı rəngdə. Amma əsas odur ki, funksionaldılar və klimat kontrolu düymələrdən də idarə etmək olar. Əlbəttə, əsas funksiyalar bax bu iri monitordan idarə olunur. Multimedia, təhlükəsizlik, opsiyalar, hərəkət rejimləri və s. və s. Yola düşməzdən öncə gəlin görək nə təklif edir bizə. Bax bu multimedia sistemi. Yeri gəlmişkən burada müxtəlif ssenarilər sizə təklif olunur. Məsələn, siqaret çəkən varsa bu düyməyə basırsan, lük açılır. Bizdə indi hazırda açıqdır lük. Bundan başqa qayıdırıq yenə də ssenarilərə. Deyək ki, soyuqdur, dərhal eləyəcək isti salonu. Yəni, əvvəlcədən hazır ssenarilərdə heç bir kökləmək lazım deyil. Oturacaqlar elə öz yerimdən başlayım. Çox rahatdır. Yeri gəlmişkən qabaq sırada oturacaqlar burada. Həm isidilir, həm də soyudulur. İkinci sırada oturacaqlar isidilir. Və oturacaqlar elektrik tənzimləmədir əlbəttə. Sükana baxaq necə tənzimlənir. Sükan mexanikidir. Amma iki istiqamətdə belə sizin üçün lazım olan vəziyyəti alır. Və yola düşməzdən əvvəl sevimli radiomu qoşuram. 106 FM-deyik. Səsi artıraq. 9 dinamik var burada. Yəni aydındır. Görək daha hansı kökləmələr bizə yolda lazım olacaq. Əvvəla hərəkət rejimlərinə baxaq. Hazırda standart rejimdəyik gördüyünüz kimi. Burada Eco var, Eco Plus var. Eco Plus rejimində ayağını qazdan çəkən kimi avtomobil dərhal tormozlanır. Rekuperasiya sistemi batareyalara doldurmağa başlayır. Sadəcə Eco var. Gördüyünüz kimi yarpaqlar tökülür. Sanki bir təbiətin içindəsən. Standart rejim və sport rejimi də var. Qızardı dərhal gördüyünüz kimi və yola düzələ bilərik. Və eyni zamanda burada sadəcə elektrik rejim var.
hibrid elektrik rejimi var və EV Max rejimi də var. Enerji məsələsində müxtəlif rejimlər var. Komfort, standart, strong, smart. Smart ağıllı sistemdir. Özü düşünür ki, yol şəraitindən, sürücülük tərzindən asılı olaraq enerjini ekonomiya edir. Batareyaların təhlükəsizliyindən ayrıca danışmaq lazımdır. Çox qəddar rejimlərdə sınaqlardan çıxarıblar, bax bu batareyaları. 41 ayrıca sınaqlar keçiriblər. Nə bilim, onları çırpıblar, sudan keçiriblər, yandırıblar, qızdırıblar. Heç bir yerdə alışma təhlükəsi, partlama təhlükəsi müşahidə olunmayıb. Odur ki, batareyalar burada yüksək təhlükəsizliyə malikdir. Əlbəttə, yaxşı olar ki, hərəkət zamanı, bax burada siz heç nəyi tənzimləməyəsiniz, diqqətiniz yoldan yayınmasın. Mənə hərəkət zamanı lazım olan bütün informasiya bax bu kiçik monitorda var. Rəqəmsal formatda mənə göstərir, qarşıda olan, hətta avtomobillə olan məsafəyə və maniyə, mənim sürətim, bundan başqa sərf olunan kilovatlar, başqa göstərir ki, nə qədər enerjim və benzinim qalıb qarşıda yol getmək üçün və əlbəttə bu yolda olan sürət məhdudiyyətini də mənə göstərir ki, sürəti aşmayım, eləcə də Şuşanın vəziyyətini göstərir. Aşağı sürətlərdə monitor sizə ətrafdakı mənzərəni göstərir ki, parkinqdən çıxanda və yola düzüləndə artıq informasiyanız olsun. Bir balaca sürəti artıran kimi bu monitor keçəcək, artıq informativ olacaq. Dərhal gördüyünüz kimi sürücünün elektron asistentləri çıxdı qarşıma. Birincisi ağıllı işıqlanma sistemi, daha sonra qarşıdakı maneə ilə gördüyünüz kimi məsafə sistemi, xəbərdarlıq, hətta tormozlama. Zolaqdan çıxmaq istəsəm, birdən diqqətim yayınsa, telefona başım qarışdı dərkən bu olmaz və ya yuxuladım, dərhal xəbərdarlıq edir, zolağa qaytarır. Və zolağı tutma sistemi daha mükəmməldir. Bundan başqa toqquşmanın qarşısını alma və işıqlanma sistemində qarşıdan gələn sürücünün gözünü qamaşdırmamaq üçün ağıllı sistem də nəzərdə tutulub. Aktiv təhlükəsizlik sistemlərindən tam bir buket var burada və onların hər birini həm aktivləşdirmək olar, həm söndürmək olar, həm də kökləmək olar, tənzimləmək olar. Sıx trafikdə hərəkət etmək çox rahatdır. Özü artıq adaptasiya olaraq nəqliyyat axınının sürətinə köklənir və sürücünü yormur, sanki özü sürətini stabil saxlayır. Panoram tavan əlbəttə ki, sizi səyahət zamanı təbiətə daha yaxın edir. Bir də xatırladım, modelin adı Wheeling Starlight S-dir. Əslində sadəcə Wheeling Starlight da var, o sedandır, biznes sedandır və demək olar ki, texnologiyalar eynidir. Sadəcə mənə elə gəlir ki, artıq müqayisədə bu avtomobildə daha çox funksiyalar var. Bu SUV-dir, əlbəttə ki, ailəvi səyahətlər üçün nəzərdə tutulub, eləcə də şəhər yerləşmələri üçün həm qənaətçildir, həm funksionaldır, həm də ki, dizayn baxımından ürək yatandır. Maraqlıdır ki, Şuşanın arxasından keçəndən sonra burada nəsə bir açar fırlamaq, start-stop axtarmaq buna ehtiyac yoxdur. Sadəcə kəməri taxdınız və siz əyləcə toxunan kimi artıq avtomobil işlək vəziyyətdədir və sadəcə bax bu dəstəkdən drive seçirsiniz və yola düzəlirsiniz. Eləcə də hərəkətin sonunda əgər parking düyməsini basdıqsa, bundan sonra avtomobili tərk edib qapını bağlayan kimi artıq avtomobil özü, necə deyərlər, bütün sistemləri söndürür. Monitordakı qrafika mükəmməldir. Hər dəfə avtomobili saxlayanda bu mənzərə ki çıxır, sanki kinoya baxıram, Bakı haqqında bir kinodur. Yəqin salonda səssizliyə fikir vermişsiniz artıq. Bəli, bu təsadüfi deyil. Qabaq şüşə, işi laylıq, xüsusi bir səs izolyasiyası olan şüşədir və yeri gəlmişkən musiqi dinləyərkən daha bir əlavə sistem var ki, salonu əməlli başlı konsert salonuna döndərir. Ümumiyyətlə, bu aktiv təhlükəsizlik sistemləri heç də sürücünü əvəz etmək üçün deyil, sürücüyə yardımcı olmaq üçündür və tam 100%-də etibar etmək olmaz. Məsələn, zolağa nəzarət sistemini baxıram, qaytardı zolağa, görürsünüz? Amma 100% etibar eləmək olmaz. Çünki bəzən solğun olur zolağın rəngi, hardasa itir batır və əlbəttə ki, kompüter onu tanımır. Avtomobil özü idarələnir, gördüyünüz kimi. Deyir ki, qayıt zolağına, cızığını açmaq. Mən sadəcə əsəbləşirəm. Bir də baxın, zolaqdan çıxmağı cəhd edirəm, qaytarır zolağa. Əgər özüm dönmə işığını yandırmamış, zolaqdan zolağa keçmək istəsəm, yenə də əlimdən alır. Deyir ki, indi bax, dərhal buraxdı məni növbəti zolağa manevr üçün. Bax, belə ağıllıdır. Son olaraq xatırladım ki, Wheeling, Amerika nəhəngi General Motors və Çin nəhəngi SAIC-in birgə məhsuludur. Yəni General Motors-un platforması və mühərriki, SAIC-in isə Çinlilərin elektronikası və əlbəttə batareyaları. Effektiv bir plug-in SUV yaratmaq üçün daha nə lazımdır ki?
Və daha bir fakt, çoxları fikirləşir ki, görəsən Çinlilər özləri nə sürürlər? Deməliyəm ki, Çinlilər çox sevir Wuling. Yetərlidir deyim ki, aha, gördüyünüz kimi yenə mənə tanıdı, bagaj açır. Buna artıq ehtiyac yoxdur. Çində 30 milyondan artıq Wuling avtomobilləri satılıb və dünyanın 117 ölkəsinə ixrac olunur. Görüşərik. Sən də bağla da.